Salam əziz izləyicilər. Bugünkü mövzumuz Bakı haqqında olacaq. Söz açacağımız mövzu və hadisələr əsasən Bakı şəhərinin Rusiya imperiyasının tərkibində olduğu dövrdən başlayaraq Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər olan dövrləri əhatə edəcək. Bakı şəhərinin inkişafı 19-cu əsrin ortalarından başlamış, neft sənayesinin inkişafı ilə bağlı olmuşdur və bu dövr ərzində Bakıda bir çox əsas tarixi və mədəni hadisələr baş verdiyindən məhz bu dövr haqqında veriliş hazırlamaq məqsədə uyğun sayılmışdır. İndi isə əsas mövzumuza keçək. Bakı şəhərinin tarixi çox qədimdir. Bəzi mənbələrə görə Bakı adına ilk dəfə 5-8-ci əsr mənbələrində Baku, Baqavan, Bakux, Bakuya kimi rast gəlinib. Lakin ən böyük ehtimal olunan versiyalar isə fars dilinə yaranan Badükübə söz birləşməsinə yaranması ehtimal olunur. Fars dilinə tərcümədə küləklər şəhəri mənasını verir. Digər fərziyyəyə görə yenə fars dilinə yaranan Baqavan, yəni Tanrı şəhəri sözündən yarandığı ehtimal olunur. Professor Sara Aşurbəyli Bakının ən qədim adının Xunsar olduğunu yazır. Bu yazılışda olan toponimin tərtibi onun 3000 ildən artıq bir dövr ərzində mövcud olduğunu göstərir. Xunsarın mənası günə sarı, yəni günəşə doğru çevrilmiş kimi açıqlanır. Bakı şəhəri uzun müddət ərzində Şirvanşahlar, sonra isə Səfavilər və İran dövlətinin tərkibində olmuşdur. Nəhayət 18-ci əsrin ortalarında Bakı xanlığı yaranır. Lakin bu müstəqil xanlığın ömrü uzun olmur. Bakı 1806-cı ilin oktyabrında Rusiya imperiyası tərəfindən işğal olunur. Nəhayət 1813-cü ildə Rusiya ilə İran arasında imzalanmış Gülüstan müqaviləsinə görə Bakı şəhəri rəsmən Rusiya imperiyasının tərkib hissəsi olur. Bakı şəhəri Şamaxı quberniyasının tərkibində əyalət şəhəri olmuşdur. Lakin 1859-cu ildə baş vermiş zəlzələ nəticəsində Şamaxı şəhəri böyük dağıntılara səbəb olmuş və quberniyanın mərkəzi Bakı şəhərinə köçürülmüşdür. Eyni zamanda quberniyanın adı dəyişilərək Bakı quberniyası adlandırılmışdır. Bakı quberniya mərkəzinə çevriləndə əhalisi təxminən 7000-ə yaxın idi. Bakı nefti təkcə Azərbaycanı yox, bütün Qafqazın dirçəlməsinə güclü təkan verir. Neftlə əlaqədar əyalətin siması dəyişir, iqtisadiyyatı yüksəlir. Uzunluğu 520 kilometr olan Tiflis-Bakı dəmir yolu az bir müddətdə çəkilir və 1883-cü ildə işə salınır. Şəhərdən Sabunçu və Suraxanı mədənlərinə 26 km uzunluğunda dəmir yolu 1880-ci ilin əvvəllərində çəkilib qurtarır. Gündən-günə böyüyən şəhərdə ifunətən nəfəs almaq olmurdu. Evlərdə saxlanılan mal-qara, qoşqu atlarının çoxalması bir yandan havanı korlayır, digər tərəfdən isə yoluxucu xəstəliklərin yayılmasına səbəb olurdu. Bunları nəzərə alıb 1878-ci ildə ümumi kanalizasiya sistemi çəkilməyə başlayır. Şəhərdə polis şöbələrinin sayı artırılır. 1886-cı ildə Hacı Zeynalabdin Tağıyev öz xərci ilə şəhərdə yanğın deposu düzəltdirir. Hacı Zeynalabdin Tağıyev 5 nəfər sərmayədarla birlikdə 1887-ci ildə şirkət yaradaraq şəhərdə konka yolu çəkməyə başlayırlar. Bu yol 1892-ci ildə işə düşür, nəqliyyat aləminə böyük yenilik gətirir. Konkaya adətən 2 at, yoxuş olan küçələrdə isə 3-cü atı da qoşurdular. Bakı böyüyür, inkişaf edirdi. 1906-cı ildə ağ neft fanarlarını elektrik çıraqları ilə əvəz edirlər. Bakı əzəmətli inşaat meydançasına oxşuyurdu. Hər yerdə bina, mülklər tikilir, vışqa qurulur və bunların hamısına da çoxlu tir, dirək, taxta və şalban tələb edilirdi. Gəmilər Rusiyadan ardı-arı kəsilmədən ağac daşıyırdı. 1900-cü ildə şəhərdə 14 nəhəng odun ambarı, 106 neft şirkəti, 16 neft kəməri, 5 mexaniki emalatxana vardı. Əsrin əvvəllərində Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabriki işə düşür. O burada fəhlilər üçün məscid və onların uşaqları üçün xüsusi məktəb tikdirir və 2 növbədə dərs deməyə öz xərcindən müxtəlif yerlərdən müəllimlər dəvət edir. Eyni vaxtda fəhlilərin savadlanması üçün axşam kursları, dərmanxana və tibb məntəqəsi açır, dəyirman tikdirir. Az müddətdə Bakıda bir neçə əzəmətli məbəd, məscid və kilsə tikilmişdi.
Bunlardan Qızıllı, yaxud Aleksandr Nevski kilsəsi, Təzəpir məscidi, Əjdərbəy və yaxud Göy məscidi misal göstərmək olar. Aleksandr Nevski kilsəsinin maraqlı tikilmə tarixi var. Kilsə köhnə müsəlman qəbirstanlığının yerində tikilmişdir. O zaman kilsənin tikintisi üçün buraxılan pul kifayət etmədiyindən şəhər ailəsindən iyanə toplamağa başlayırlar. Toplanmış 200 min manatlıq iyanənin 150 min manatını yerli müsəlmanlar ödəmişdir. 1888-ci ilin oktyabr ayında Rusiya çarı 3-cü Aleksandr gələrək kilsənin təməl qoyma mərasimində iştirak edir. Kilsənin tikintisi 1898-ci ildə başa çatır. Lakin bu kilsə 1936-cı ildə Sovet hakimiyyəti dövründə dağıdılmışdır. Hal-hazırda kilsənin yerində Bülbül adına musiqi məktəbi yerləşir. Bu arada Təzəpir məscidinin tikintisi barədə danışmaq istərdim. Əvvəllər bu ərazi ziyarətgah olmuşdu. Bu ziyarətgahın yerləşdiyi məkan isə Xəlfədam adı ilə tanınırdı. Ziyarətgahın tarixi olduqca qədimlərə, 14-cü 15-ci əsrlərə gedib çıxır. Tədqiqatçılar təsdiq edirlər ki, məscidin dərin süxur qatları altında mövcud olan türbəsi, zəmanəsinin görkəmli alimi və övliyası Əbu Seyyid Abdullaya məxsus olub. Zaman keçdikcə Əbu Seyyid Abdullanın türbəsi dağıntılara məruz qalıb. Lakin pirin kəramətinə böyük etiqad göstərən insanlar onun tamamilə dağıdılmasına imkan verməyiblər. Məscid Nabat xanım Aşurbəyli Rızayevanın ərindən və atasından aldığı miras hesabına Zivərbəy Əhmədbəyovun layihəsi əsasında 23 iyul 1905-ci ildə tikilmişdir. Türbə üzərində yeni məscid tikildiyinə görə xalq arasında bu günə qədər də bu tikili Təzəpir məscidi adlanır. İlkin layihəsində Təzəpir məscidi 2 mərtəbəli hündür bir bina olmalıydı. Lakin bu halda Aleksandr Nevski kilsəsinə hündür olacağını ehtiyat edən Çar hakimiyyəti buna icazə verməmişdi. Nabat xanım digər xeyrə işlərinə də kömək edirdi. Bundan başqa Bakı su kəmərinin çəkilməsinə də xeyli iyanə vermişdi. Çəmbərəkətli Kərbəlayı Güllü Qoçlar haqqında ətraflı danışardı. Qobustan tərəfdən Qoçu adında 25-26 yaşlarında bir cavan oğlan Bakıya gəlmişdi. Arabaçı idi. Bərkə boşa düşüb özünü göstərərdi. Çox güclü, həm də ötkəm idi. Sözü tərs gələn kimi tərəf müqabilini şapalaqlayardı. Kürəyini yerə qoyan yox idi. Kimə şillə ilişdirərdisə, hərif o dəqiqə yıxılardı. Bazulu qədəydi, qabağına heç kəs çıxmağa cürət etmirdi. Səsi zəhmli və gur idi. Qoçu özü orta boy, arıq, amma enli kürək qədəydi. Tapancaya, tüfəngə öyrənəndən sonra fəğan elədi. Ondan sonra kim ki biraz xoruzlanırdı, deyirdilər, "Adə, qoçusan? Zalım oğlu, qoçu deyilsən ki, mənim üçün qoçu olmayacaqsan ki." O xislət adamlara qoçu adı qoyurdular. Qoçuların sayının artmasına səbəb Bakının dövləti və şöhrəti idi. Gürcülər gəlirdi Bakıya, pul alıb dövlətli adamın düşmənini öldürürdülər. Bu minval ilə darışmışlar Bakı varlılarının canına. Hədə qorxu gəlib deyirdilər ki, filan qədər verməsən vurub öldürəcəyəm. Bakı xozenlər də təpərli, ötkəm cavanları yığıb, hərəsinə bir-iki gözəl libas, papaq, çəkmə, tapanca, patron, xəncər alırdılar. Həftə başı ciblərinə filan qədər xərclik qoyurdular və deyirdilər ki, Tiflisdən gələn lotu kintoların ayağını kəsin. Doğrudan da onlar Gürcü kintoların əl-ayağını yığışdırdılar. Gürcülər az-az gəlirdilər, özləri də qorxa-qorxa. Sonradakı qoçular özləri harınlaşdılar. Hər məhəllənin bir neçə qoçusu var idi. Bazar dükanı aralarına paylayıb xərac yığırdılar. Varlıların hər birinin öz qoçu dəstəsi vardı. Qoçuların özlərinin də gözətçiləri olardı. Xüsusi geyimləri, bellərində xəncər, beybut, afitserski tapanca, mauzer, naxan bağlayardılar. Qoçular bir-biri ilə yola getmir, tez-tez savaşardılar. Elə ki başlayırdılar atışmağa, küçədə qaçaqa düşürdü. Konduktor, konka sürən atları qovurdular başlı başına, qaçıb gizlənirdilər. Atışmada təsadüfən ölənlər də olurdu. Bakıda bağ-bağça, yaşıllıq yox dərəcəsində idi. Bakı bitki aləmi cəhətdən ən geridə qalmış şəhər hesab olunurdu.
Bunun əsas səbəbi suyun az olması idi. Bakının ən köhnə bağı Qubernator bağı hesab edilirdi. Bu bağ indiki 28 May Parkı adlanır. Bu bağ 1830-cu illərdə keçmişdə iki qala divarı arasında yerləşən şəxsi bağ-bağça və bostanların yerində salınmışdır. Şəhərdə uzun müddət yeganə bağ idi. Bakı şəhər komendantı Lənkəran və İrandan Bakıya gələn bütün gəmilərin yiyələrini və kapitanlarını bir neçə çuval qara torpaq gətirməyə vadar edərdi. Əmri yerinə yetirilməyənlərindən cərimə alınardı. İlk növbədə tut, zeytun, qarağac, şam, akasiya ağacları əkilmişdi. 19-cu əsrin 60-cı, 70-ci illərində bağın ərazisi xeyli genişləndirilir. 6-7 ildən sonra bəzək ağacları və kolkoslar əkilir, rəqs və istirahət meydanları düzəldilir. Bağın bədii görkəmini ildən ilə gözəlləşdirirdilər. Əhalini bağı həftədə bir dəfə buraxırdılar. Amma bağın darvazaları yüksək rütbəli məmurların, milyonçu neftxudaların üzünə hər zaman açıq idi. Bu bağın hər tərəfi karvansaraydı. Qəzalardan yük gətirən malakanlar tövlələrdə həyətdə atlarını bağlayır, furqonlarını qoyardılar. Bu aradakı küçələrdə, həyətlərdə, döngə və dükanlarda, evlərdə, dəhlizlərdə, zirzəmilərdə çoxlu çələkçi emalxanaları var idi. Orada fəaliyyət göstərən malakanlar köçürüldükdən sonra 1870-ci illərdə burada Mariisk bağı salınır. Lakin əhali arasında bu bağ elə Malakan bağı ilə indiyə kimi tanınır. (1882-1883-cü illərdə Abşeron yarımadasında neft yataqlarının işlədilməsi ilə məşğul olan Nobel qardaşlarının səyi ilə şirkətin işçiləri üçün Bakıda Ağqara şəhərlərinin sərhəddində neft villası qəsəbəsi salınmışdır. Bu ərazi əvvəllər neft ilə çirklənmiş bir ərazi olmuşdur. Parkın salınması üçün münbit torpaqlar Lənkərandan gətirilmişdi. Torpaqların şirin su ilə sulanması üçün xüsusi olaraq Həştərxan şəhərindən Volqa suyu ilə doldurulmuş barjalar Bakıya su gətirirdi. Ağac tinkləri xüsusi olaraq Rusiya və Avropanın müxtəlif ölkələrindən gətirilmişdi. Birja meydanı bomboş idi. Xəzri və ya gilavar əsəndə tozdan göz açmaq olmurdu. Yaxınlıqdakı kazarmada yaşayan Rus əsgərləri bu meydanda adətən məşq edirdilər. Bu parkın meydanı da bomboş idi. Ətrafda taxta budkalar var idi. Axşamüstü tünlük olardı. Cürbədər şey alıb satardılar. Uzun müddət bu ərazi boş meydança olmuşdur. 1938-ci, 1959-cu illərdə burada Bakı Zooparkı yerləşmişdi. Yalnız 1961-ci ildən burada park salınmışdı. Bakı əhalisi susardan çox əziyyət çəkirdi. Bələdiyyə idarəsi bunu aradan qaldırmaq üçün hələ 1880-ci illərdən tədbirlər görməyə başlamışdı. Əvvəllər Bakı ətrafında su mənbəyi axtarırdılar. Sonra Şamaxı qəzasında kəşfiyyat işləri aparılır. Bütün səylər boşa çıxır. 1892-ci, 1898-ci illərdə Kür çayından Bakıya su kəməri çəkmək layihəsi hazırlanır. Lakin bu layihədə göstərilən kəmər çox baha başa gəldiyinə görə bələdiyyə idarəsi bunu təsdiq etmir. Əlacsız qalıb 1893-cü ildə sahildə dəniz suyunu təmizləyən qurğu düzəldirlər. Gündə cəmi 30 min vedrə su təmizlənirdi. Bu da əhalinin ehtiyacını ödəyə bilmirdi. 5 ildən sonra ikinci su təmizləyən qurğu işə düşür. Bununla yanaşı Kür çayından barjalarda su daşıyıb vedrəsini yarım qəpiyə satırdılar. Sonralar Volqa çayından barjalarla su daşımağa başladılar. Bu su daha baha idi. Vedrəsi 2 qəpiyə satılırdı. Kasıblar suya olan əsas ehtiyaclarını yalnız həyətlərdəki quyulardan ödəməyə məcbur idilər. Bu da tez-tez cürbəcür xəstəliyə səbəb olurdu. Hökumət vaxtaşırı bu qoyalara dərman dökürdü, bəzən torpaqla doldururdu. 1899-cu ildə şəhərdə suya olan tələbin daha da artdığını görən Hacı Zeynalabdin Tağıyev xarici şirkətlə 25 min manatlıq müqavilə bağlayır. Avropanın bir neçə şəhərinə su kəməri çəkmiş mühəndis William Lindleyi Frankfurt Maindan gətizdirir və onu çeşmə axtarmağa tapşırır. Lindley Qubanın yaxınlığında
Bakıdan 190 kilometr uzaqda quyu qazdırıb Şollar suyunun mənbəyini kəşf edir. Hesaba görə Kəmər şəhərə gündə 3 milyon vedrə su verəcəkdi. Neftxudalar su kəmərin çəkilməsi üçün çox pul vermişdilər. Nəhayət 1916-cı ilin axırında Bakı Şollar su kəməri hazır olur və 1917-ci ilin yanvarında bu su kəmərinin açılışı olur. Şəhər cəmaatının o günkü sevincini təsəvvür etmək çətin idi. Həmin gün çoxlu qoyun, dəvə, öküz, qurban kəsilmişdi. Məhəllələrdə ehsan məclisləri açılmışdı. Su fontanları işə düşdü. Əhaliyə gündə 3 dəfə səhər, günorta və axşamüstü su verilirdi. Atası İçəri şəhərli başmaqçı Tağı, anası Bilgəli Anaxanım olub. Zeynalabdin uşaq ikən anası vəfat etmişdi. Atası ikinci dəfə evlənir, təzə arvaddan 5 qızı olur. Tağı çox kasıb olduğundan Zeynalabdin öz arzusu ilə Bənnanın şagirdi olur. O vaxtdan başında çanaqda palçıq daşıyır, 6 qəpik günəmuz dalır. Zeynalabdin canla başla çalışarmış. Bütün günü bir an belə bekar qalmaz, hamıdan tez gələr və hamıdan gec gedərmiş. 15 yaşında daş yonan, 18 yaşında Bənna, sonra da memar podratçısı olur. 1873-cü ildə 2 nəfərlə şərik olub Bibiheybətdə icarəyə yer götürür. Avadanlıq alır, usta və fəhlələr tutur. Buruq qurdurub başlayır quyu qazmağa. Günbəgün xərc artır, neft isə görünmür. Şəriklər ümidlərini itirir. Öz paylarını satmağa müştəri axtarırlar. Axırda hacı özü onların pulunu verib buruğa tək yiyələnir. İş daha da ağır gedir. Hacı darıxmır. Tək-tənha məşəqqətlə dözür. Fəhlələrin muzluğunu vaxtında verir. Nəhayət quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağıyevin oğlu palçıqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev. 1895-1897-ci illərdə böyük bir saray tikdirir. Hər cəhətdən həm xarici arxitekturasına, həm də daxili bərbəzəyinə görə şəhərin ən yaraşıqlı binalardan biri olur. Hazırda bu binada Azərbaycan Tarix Muzeyi yerləşir. Tağıyev həm neftxuda, həm dəyirmən sahibi, həm fabrikant, həm də böyük balıq sənayecisi idi. Bütün Kür ətrafı və Xəzər qırağı və təkələr onun ixtiyarında idi. O həm də ticarət və yük gəmilərinin sahibi idi. İmperator 3-cü Aleksandr sağ olanda Tağıyev ona məktub yazaraq müsəlman qızların öz ana dillərində oxumaları üçün Bakıda məktəb açmağa icazə istəyir. 3-cü Aleksandr bu xahişi rədd edir. O öləndən sonra 2-ci Nikolay taxta çıxır. Tacqoyma mərasimi münasibəti ilə hacı bir senatorun vasitəçiliyi ilə Nikolayın arvadı Aleksandra Fyodorovnanı çox bahalı hədiyyə çatdırır və eyni zamanda Bakıda qız məktəbi açmaq barədə təkrar xahişnamə göndərir və rica edir ki, Rus müsəlman qız məktəbinə Çariça Aleksandr Fyodorovanın adı verilsin. Eyni zamanda qız məktəbinin xərcini ödəmək üçün Tağıyev ildə 7500 manat pul ayırır. 2 ildən sonra 1896-cı ildə qız məktəbini açmağa icazə verirlər. Tağıyev məktəb binasının layihəsini mahir memar Qaslavskaya tapşırır. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə bu bina hazır olur. Bu məktəb indiki İstiqlaliyyət küçəsindəki Azərbaycan Respublikası Elmlər Akademiyasının əlyazmaları fondunun binasında yerləşir. Bundan başqa Hacı Zeynalabdin Tağıyev 2 nəfərə məktub, pul və qiymətli hədiyyələr verərək müqəddəs hesab olunan yerlərə, Məkkəyə, Mədinəyə, Kərbəla, Xorasan, Qahirə, İstanbul, Tehran və sair yerlərə göndərir və tapşırır ki, oradakı mötəbər rəsmi din xadimlərindən imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsınlar ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa müasir məktəblərdə təhsil ala bilərlər və burada dinə qarşı heç bir şey yoxdur. Lakin ruhani xadimlər, saqqallı hənalı hacılar, tapancalı xəncərli qoçular ortaya çıxıb namus qeyrətdən danışaraq bu işi küfür adlandırırdılar. Tağıyev bir neçə dəfə onları yığaraq danışmağa cəhd etsə də bundan bir şey çıxmır. Onlar hacını dindən kənara çıxmaqda günahlandırırlar. Bu fanatik kütlə hər cəhdlə qızların məktəbə getməsinə mane olur, onların valideynlərini ölümlə hədələyirdilər. Hətta bəzi valideynləri qətlə də yetirmişdilər. Hökumət məmurları belə biabırçılığa kənardan tamaşa edirdilər
və deyirdilər ki, biz din məzhəb məsələlərinə qarışmırıq. Nəhayət qızlara belə məsləhət görürlər ki, Çarın arvadı Aleksandra Fyodorovnaya bir telegram göndərin, minnətdarlığınızı bildirin ki, sizə məktəb açmağa icazə verib və razı olub ki, məktəbinizə onun adı verilsin. 2 gündən sonra Aleksandra Fyodorovna qızlara telegramla cavab yollayır. Yeni açılmış məktəbdə əla oxuyub, vətənə və cəmiyyətə faydalı olmaqlarını, həyatda xoşbəxt yaşamalarını arzu edir. Bu teleqramla bütün mübahisələr və müsəlman qız məktəbinin taleyi bir dəfəlik həll edilir. Tağıyev 1896-cı ildə Gəncədə və Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılan məktəblərin xeyrinə pul ödəmişdir. Tağıyev Bakı Dövlət Universitetinin yaradılması məqsədi ilə küllü miqdarda vəsait ödəmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövlət hesabına 100 nəfəri xarici ölkələrə oxumağa göndərmişdi. Onlardan 10 nəfəri İngiltərəyə, 23 nəfəri İtaliyaya, 45 nəfəri Fransaya, 9 nəfəri Türkiyəyə, 13 nəfəri isə Almaniya və Rusiyaya getmişdi. Tağıyev həmin tələbələrə də maddi yardım göstərmişdi. Bundan əlavə, Tağıyevin vəsaiti hesabına 1885-ci ildə Bakının əsas qəzeti olan Kaspий qəzeti dərc olunmuşdu. 1896-cı ildə memar Skureviçin layihəsi əsasında onun tərəfindən tikilən passaj vaxtı ilə şəhərin ən yaxşı ticarət mərkəzlərindən biri idi. Bu passaj Sovet İttifaqı vaxtında bum kimi adlanırdı. Hacı pula güvənib yolundan azmamaq üçün bənalıq etdiyi baltanı imarətindəki 2 otaq seyflərinin birinin divarından qapı ilə üzbəüz asarmış ki, hər açanda görsün və o günlərini yaddan çıxartmasın. Bakı milyonçuların biri də Ağamusa Nağıyev idi. Ağamusa el arasında xəstəliklə ad qazanmışdı. Cəmiyyət də xeyriyyə üçün şəhərin mərkəzində əzəmətli İsmailiyyə binasını ucaltmağına, bu mülkdən bir qədər yuxarıda Realni məktəbinin inşasını öhdəsinə alıb, yarımçıq qalmış 3-cü mərtəbəsinin xərcini ödəməyinə, o zaman şəhər kənarı sayılan yerdə indiki Nağıyev xəstəxanasını tikdirdiyinə və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq, cəmaət tərəfindən xəsis sözü ilə damğalanmışdır. Ağamusa cavanlıqda adi hambal imiş. Palanın biri 3 qəpiyə, 5 qəpiyə ona buna şələ daşıyarmış. Neft hesabına milyonçu olmuş neftxudaydı. Şəhərdə 100-ə qədər əzəmətli bina və neçə-neçə gəmi sahibi idi. Bir dəfə dənizdə bərk tufan olur. Çoxlu gəmi batır. Ağamusanın gəmilərdən birinin kapitanı gəlib xəbər verir ki, yükü və gəmini zorla xilas etmişəm. Bir qoyun qurban kəsməyə nəzir demişəm. İcazə ver. Ağamusa bərk dilxor olur. Kapitanı başlayır məzəmmət eləməyə. Çox nahaq yerə atam, mənim hesabıma niyə qurban nəzir edirsən? Belə vaxtlarda əhd elə ki, bir həftə oruç tutaram, gəmidə xozeyin hesabına yox, öz hesabıma yeyərəm. Bir dəfə müsəlman xeyriyyə məclislərinin birində iyanə yığılırdı. Məclisdə iştirak edən Ağamusa cibindən bir göy 3 manatlıq çıxardıb, əli əsəsə məcməyə atdı. Ondan soruşurlar ki, Ağamusa, biraz əvvəl oğlun Ağa İsmail məcməyə bir yüzlük qoydu. Sən isə, Ağamusa isə cavabına deyir, atam o verər, ona nə var ki? O mənim oğlumdur. Milyonçu Ağamusanın oğlu. Bəs mən kimin oğluyam? Saman satan Biləcərli Nağının. Bibiheybətdəki mədəndə biri quyu güclü fantan vurur. Fəhlilərə yalvarıb deyirmiş ki, başınıza dönüm, qoymayan neft hədər yerə axsın, zay olsun, sizə xələt verəcəm. Yağın baş versə, hamımız dilənçi olarıq. Fəhlilər bir tər fantanı bağlayırlar. 2 gündən sonra Musadan vəd etdiyi xələti istəyəndə o boyun qaçırıb deyir, atam hardan verim o xələti? Biraz neft çıxdı, onu da qonşular gözünüzün qabağında talan etdilər. Sabahı gün Musanın oğlu Ağa İsmail mədənə gəlir. Fəhlələr şikayət eləyirlər ki, atam verdiyi vədə əməl etməyir. Ağa İsmail 2 araba kəllə qənd gətizdirir və hər fəhləyə bir kəllə qənd 5 manat pul paylatdırır. Bu vaxt Ağa Musa gəlib çıxır. Əhvalatdan xəbər tutduqda yürüyüb deyir, atam, mənim də payımı verin. Fantanı bağlayanda məndən çox can yandıran olmayıb. Az qalmışdı canım ağzımdan çıxsın.
Gedib o dünyanı görüb qayıtmışam. Qoçular 2 dəfə Ağa Musanı oğurlayıb öldürməklə hədələnmişdilərsə, xeyri olmamışdı. Bir dəfə faytona basaraq gözlərini bağlayıb aradan çıxardırlar. Gizli mənzilə gətirib 10.000 manat pul tələb edirlər. Ağa Musa özünü itirməyib deyir: 1000 manat verə bilərəm, bir qəpik də artıq yox. Ölümlə təhdid edəndə halını pozmadan deyir: atam öldürün, bu 1000-i də ala bilməzsiniz, o da əlinizdən çıxar. Nə qədər soyuqqanlı, səbirli, təmkinli olmaq lazımdır ki, belə bir dar ayaqda qorxuyub təşrifə düşməyəsən. 3 gün girov saxlayıb, yedirdib içirdib, kart oynamışlarsa 1000 manatdan artıq boynuna qoya bilməmişdilər. Ağa Musa faytondan düşəndə həmişə birinci düşərdi ki, pulu axırda düşən versin. Ağa Musa Nağıyev 98 bina tikdirmişdi. Onların çoxu bugün də dövlət idarələri və ictimai təşkilatlar üçün istifadə olunur. Məsələn, indiki Bakı Prokurorluğun binası, Dövlət İqtisad Universiteti, Rabitə və İnformasiya Texnologiya Nazirliyi, Lukoil ofisinin binası, Üns Teatrı, Diasporla İş üzrə Dövlət Komitası, bütün bu binalar Ağa Musa Nağıyev tərəfindən tikilmişdir. Musa Nağıyev 4 mart 1919-cu ildə vəfat edir. Onu Biləcəri qəbristanlığında dəfn edirlər. Bakıda ilk xarici şirkət Nobel qardaşları Ludwig və Robert yaratmışdı. Onlar Rusiyada hərbi zavodu icarəyə götürərək orada tüfəng istehsalı ilə sifariş götürmüşdülər. Tüfəng üçün yaxşı ağacı axtarışında olan Robert təsadüfən Bakıda olarkən bu diyarın neft sərvətləri haqqında məlumat əldə edir. Qardaşlar başa düşürlər ki, uğurlu biznes qurmaq üçün Bakı ən ideal yerdir. Onlar az bir müddətdə Suraxanı, Balaxanı və Bibi Heybətdən mədən sahibi olurlar. Ağşəhərlə Qaraşəhərlə birləşdirən yerdə geniş bir yeri icarəyə götürüb, neft təmizləyən, kükürt turşusu, mis, çuğun, əridən zavodlar və körpülər tikdirmişdilər. Ağşəhərdən 1882-1883-cü illərdə firmanın qulluqçuları üçün xüsusi Villa Petrolia, yəni neft bağı salmışdılar. Hazırda bu bağın adı Nizami Parkıdır və orada Nobel qardaşların ev muzeyi yerləşir. Nobel qardaşları Pirallahı adasını icarəyə götürüb buruq salırlar və 1904-cü ildə zəngin neft yatağı kəşf edib mədən qurdular və yatağı istismara başladılar. Kiçik bir balıqçı kəndi qısa müddət ərzində sənaye qəsəbəsinə çevrildi. Nobel qardaşlarını başqa sahibkarlardan fərqləndirən o idi ki, onlar işçilər üçün bir qədər daha yaxşı şərait yaratmışdılar. Fəhlələrin məişəti başqalarındakından biraz fərqli idi. Müsəlman fəhlələri üçün namaz qılmağa, dini ayinlər keçirməyə otaq da ayırmışdılar. İşçilərinə ev tikməyə möhlətə borc verirdilər. Aptek və müalicəxana açmışdılar. Murtuza Muxtarov da neft hesabına varlananlardan biri idi. Kontor açıb mədən sahibləri üçün sifarişlə quyu qazırdı. 100-ə qədər dəzgahı, çoxlu avadanlığı və mühərrikləri, maşınları, 100-dən çox yük atı, arabaları, furqonları var idi. Mədən sahibi olmaq üçün Ağcaqabulda torpaq alıb quyu qazır, neft axtarırdı. Birinci Dünya müharibəsi onun arzusunu ürəyində qoydu. Özü ixtiraçı idi. Düzəltdiyi Muxtarov adlı qazma dəzgahı bütün dünyada məşhur idi. Bu dəzgah bir çox ölkələrə ixrac edilirdi. O Əmircan kəndində doğulmuşdu. Nəsillikcə rəncbər və arabaçı idilər. Dəmir yolu olmayanda payızda, qışda araba kərvanı ilə Bakıdan Tiflisə kirayə ilə yük daşıyırmışlar. Özü 1870-ci ildə arabanı satıb Balaxanı Zabrat kəndləri ətrafında salınan mədənlərin birində fəhləliyə başlayır. Güclü və dözümlü, sərt və qorxmaz bir adam imiş. Martov adlı bir sahibkar Muxtarovdakı dözümü, iradəni nəzərə alıb ona mexaniki alət və cihazların sirrini öyrədir. Onu tezliklə usta təyin edir. Mədən əməlatxanasını da ona tapşırır. O vaxtlar neft mədənlərində quyuları ağac və taxtadan quraşdırılmış Kanada dəzgahları ilə qazırdılar. Dərinə getdikcə bu dəzgahlar tez-tez xarab olurdu. Murtuz yarım mexanikləşdirilmiş Molot dəzgahında bir neçə dəyişiklik eləyir. Sahibkar qocaldığından Zabratdakı qazma avadanlığı emalatxanasını ona satır. Murtuz artıq qazma zamanı
quyularda tutulan alət və cihazların xilas etmə ustası kimi ad çıxartmışdı. Muxtarov bir sıra ixtiraları ilə ad çıxartmışdı. 1895-ci ildə dünyada ilk dəfə metal ştanklarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün dövlət patenti alır. O bu ixtirasına Bakı qazma sistemi adını verir. Həmin dəzgahın əvvəlkilərindən üstünlüyü çox idi. Muxtarov 19-cu əsrin axırlarında Bibiheybətdə qazma avadanlığı zavodunu işə salır. Bu, Rusiyada ilk neft avadanlığı müəssisəsi idi. Zavodun yaxınlığında fəhlə və qulluqçular üçün 3 mərtəbəli yaşayış binaları tikdirir. Bununla da həm işçi qüvvəsinin ətrafına toplayır, həm də əlavə gəlir əldə edirdi. Muxtarov zavodun buraxdığı dəzgah və avadanlığı Rusiya və bir sıra digər xarici ölkələrə satırdı. Vladikavkazda yerli müsəlmanlar üçün qoşa minarəli, əzəmətli məscid tikdirir. Eyni oxşar məscid də doğulduğu Əmircan kəndində tikdirir. Təəssüf ki, onun ölümü faciəli olur. 1920-ci ildə Bakı Sovet qoşunları tərəfindən işğal olunduqdan sonra onun evinə atla daxil olan Sovet zabitini güllə ilə vurduqdan sonra özünə də bir güllə vuraraq intihar edir. Muxtarov Əmircan qəbirstanlığında dəfn edilir. Şəmsi Əsədullayev da Bakı neft xudalarından biri idi. Əmircan kəndində doğulmuşdur. Ata-babadan onlar da rəncbər və arabaçı olurlar. Suraxanında buğda və arpa əkirlərmiş. Biçindən sonra yük daşıyıb arabaçılıq edirlərmiş. Dəmir yolu olmayanda onlar da araba karvanı ilə Tiflisə, oradan da Bakıya kiraya mal daşıyırdılar. Sonra neft mədənində fəhlə kimi işə düzələrək bir müddət sonra işlər müdiri vəzifəsinə kimi yüksəlir. 15 il ərzində yığdığı pul ilə kerosin zavodu açır. Getdikcə biznesini genişləndirən Şəmsi Əsədullayev neft daşıyan gəmilər və torpaqlar alır. 1895-ci ildə təzə aldığı torpaq sahələrin birində neft fontan vurur. Fontan 56 gün davam edir. Bu yataq hər gün 1.600.000 pud neft verirdi. Bu, Bakı neft sənayesi tarixində ən məşhur fontanlardan biri idi. Şəmsi Əsədullayev xeyriyyətçiliklə məşğul olmuş, elmə, mədəniyyətdə xüsusi qayğı göstərmiş, onlarla Azərbaycanlı gəncin Almaniyada, Fransada, Varşavada, Kazanda, Kiyevdə, Moskvada və Peterburqda oxumasına himayədarlıq etmişdir. Tiflisdə olan Aleksandr Müəllimlər İnstitutu onun şəxsi vəsaiti hesabına fəaliyyət göstərmişdir. Əsədullayevin böyük oğlu Mirzə, Musa Nağıyevin qızı, kiçik oğlu Əli isə Hacı Zeynalabdin Tağıyevin Leyla adlı qızı ilə evlənmişdi. Əsl adı Ümmülbani olan, lakin sonradan Banin xanım kimi tanınan Paris şəhərində vəfat etmiş Azərbaycanlı yazıcı Mirzə Əsədullayevin qızıdır. O əsərlərini fransız dilində yazırdı. Şəmsi Əsədullayev 1913-cü ildə vəfat etmiş və Əmircan qəbirstanlığında dəfn edilmişdi. Bundan başqa Bakıda Seyid Mirbabayev, İsabay Hacınski, Hacı Ağa və digər neft milyonçuları da olmuşdu. Ümumiyyətlə Bakıda olan neft milyonçularını birləşdirən ümumi cəhət o idi ki, onların hər biri xeyriyyə işlərində fəal iştirak edərək kasıb insanların qeydinə qalır, eyni zamanda gənclərin xaricdə təhsil almasına xeyli pul xərcləyirdilər. Bakının inkişafı ilə yanaşı şəhərdə teatr binaları, kino salonları, əyləncə yerləri də artırdı. Bakıda ilk milli teatrın binasını Hacı Zeynalabdin Tağıyev 1883-cü ildə tikdirir. Layihənin müəllifi memar Kaqnovitski idi. Qadınları teatra buraxmazdılar. Kişilər başlarında papaq oturardılar. Sonralar qadınlar üçün lojanın bir neçəsində cinayı pərdələr çəkdilər ki, onların üzləri görsənməsin və qadınlar pərdə arxasından səhnəyə tamaşa edirdilər. Bu binada ən fövqəladə tamaşa 1908-ci il yanvarın 25-də Leyli və Məcnun operası olmuşdur. Üzeyir Hacıbəyov bu əsəri təkcə Azərbaycanda yox, bütün şərqdə və bütün müsəlman aləmində ilk opera idi. İsmailiyyə binasının tikilməyinin də maraqlı tarixi var. Musa Nağıyevin oğlu Ağa İsmail vərəm xəstəliyinə tutulmuşdu. Şəhərdə məşhur bir həkim Bakı milyonçularının ailələrini müalicə edirdi. Ağa İsmailin müayinələrdən keçirəndən sonra həkim Musa Nağıyevə deyir ki, oğlunun halı çox ağırdır. Tez tədbir görülməsə tələf ola bilər.
50 min manata qədər xərci var. Ağa İsmayılı özüm İsveçrəyə aparıb, bir il ərzində müalicə edib gətirərəm. Musa Ağayev deyir ki, 10 min manat verə bilərəm. Söhbət bununla bitir. Ağa İsmayılın halı doğrudan da gündən-günə ağırlaşır. Axırda ağa Musa oğlunun müalicəsi üçün 50 min manat verməyə razı olur. Həkim xəstəni yoxlayandan sonra xəbər verir ki, iş işdən keçib, indi heç onu 100 min manata da xilas etmək mümkün deyil. Doktor Məhəmməd Rıza Vəkilov xəstə oğlanı İsveçrəyə aparır. Müalicədən sonra onun halı yaxşılaşır. Lakin o çox yaşamır. Novruz bayramı münasibətilə təşkil olunmuş ziyafət məclislərinin birində ağa Musa Ağayevə təklif edirlər ki, oğlunun xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bir bina tikdirsin. Yeni binanın layihəsini hazırlamaq mülki mühəndis Yosif Plaşkoya həvalə olunur. Bu binanın yeri əvvəllər Şeytan Bazar adlı bir meydan idi. Şamaxıdan, Ağdaşdan, Göyçay, Şəkidən, Qubadan və başqa qəza və kəndlərdən gələn kəndlilər buraya ərzaq, meyvə, xalça, palas, malqara, qoyun quzu və başqa şeylər gətirib satardılar. İsmailiyyə binasının tikintisi 1913-cü ildə başa çatır və memarlıq xüsusiyyətlərinə görə şəhərin ən əzəmətli binası kimi tanınır. Hal-hazırda bu binada Azərbaycan Respublikası Elmlər Akademiyasının rəyasət heyəti yerləşir. Bir dəfə Murtuza Muxtarov həyat yoldaşı Liza ilə Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. Belə binada yaşayanlar necə də xoşbəxtdirlər, deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib, həmin binanın dəqiq surətini əks etdirən çertojları gətizdirir. 1912-ci ildə binanın tikintisi başa çatır. Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Onlar gəzərkən binanın qarşısına gəldikdə, qulluqçuların onları qarşıladığını görüncə və sarayın ona bağışlandığını eşidincə sevincinin həddi-hüdudu olmur. Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər yaşayırlar. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyi 1860-cı illərdə Kərvansaray kimi tikilmişdir. Bu binanın memarı Qasım bəy Hacıbabayev idi. 1915-ci ildən Metropol Hoteli kimi fəaliyyət göstərmişdi. Səməd Vurğun adına Rus dram teatrı əvvəllər iş adamı Əli Heydər tərəfindən tikilmiş Mikado adlı kinoteatr idi. Keçmişdə cavan zabitlər tapancanın topunda bir güllə saxlayıb, lüləni gecgahına tuşlayaraq topu fırladıb çaxmağı basmaqla bəxtlərini yoxlayırdılar. Lənkərandakı Dike diviziyanın qoşun hissələrində Hacı Zeynalabdin Tağıyevin xidmət edən zabit oğlu Məhəmməd də bu yolla bəxtini yoxlayanda tapanca açılmış və onu öldürmüşdür. Alay yoldaşlarından bir dəstə zabit cənazəni Bakıya gətirir. Dəfindən sonra zabitlər geri qayıdarkən İmamverdi körpüsündə bir dəstə qızıl qvardiyaçı, matroslar onları tərk-islah edir. Bu hadisədən Dike diviziyanın şəhərdəki başçıları bərk narazı qalırlar. Əsas narazılıq ondan ibarət idi ki, tərk-islah tələbləri şəhərdə mövcud olan digər etnik və partiya silahlı birləşmələrinə şamil edilmirdi. Martın 30-da şəhərin müxtəlif yerlərində barikadlar qurulmağı başladı və hərbiçilərdən müsadir olmuş silahların qeyri qaytarılması və ya digər etnik birləşmələrin də tərk-islah edilməsi tələbi ilə körtəbii mitinqlər başladı. 1918-ci ilin əvvəlində Bakıda bir neçə silahlı dəstə var idi. Stepan Şaumyan rəhbərlik etdiyi Bakı Sovetinin 3500-ə qədər silahlı dəstəsi, Erməni Milli Daşnaq Qvardiyasının 4500 nəfərlik dəstəsi, Rus Slavyan icmasının silahlı dəstələri, Musavaçılar isə könülləri yığıb Lənkəranda Dike diviziya yaratmışdılar. Dike diviziya tərcümədə vəhşi diviziya demək idi. Martın 30-da şəhərdə körtəbii atışmalar başladı. Tezliklə Erməni Milli Daşnaq Qvardiyası Bakı Sovetinin tərəfinə keçdi. Bakıda azərbaycanlılar Erməni Daşnaq və Rus bolşevik silahlı dəstələrinin aktiv fəaliyyətini gördüyündən özünü müdafiə tədbirləri görməyə
və silaha əl atmağa məcbur idilər. Lakin Azərbaycanlıların hərbi təşkilatı və sursatı kifayət qədər deyildi. Hətta demək olar ki, yox dərəcəsində idi. Belə olan halda təbiidir ki, mübarizədə Azərbaycanlıların qalib gəlməsi mümkün deyildi. Bunu yaxşı başa düşən Stepan Şaumyan və erməni daşnaqları Bakı şəhərində qabaqcadan planlaşdırılan və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara və qarətlərə başladılar. Bütün faciələr Azərbaycanlıların yaşadıkları məhəllələrdə baş verirdi. Rusların Xəzər dənizində olan hərbi donanması ermənilərin fitvasına uyaraq şəhərin müsəlmanların sıx yaşadığı məhəllələri top atəşinə tutdular. Bu atəş nəticəsində müsəlmanların əsas ibadət yeri sayılan Təzəpir məscidinin minarələri ağır zədə aldı. Mənbəyin verdiyi məlumata görə Rus matrosları müsəlmanlara qarşı çıxış etmək istəmirdilər. Ermənilər onları aldadaraq inandırmışlar ki, müsəlmanlar Rusları, ümumiyyətlə bütün xristianların hamısını doğrayırlar. Lakin matroslara aydın olanda ki, müsəlmanlar Ruslara nəinki toxunmayıblar, əksinə onları müdafiə ediblər, yalnız bundan sonra toplardan atəşi dayandırdılar. Bütün bunlara baxmayaraq, bu top atəşlərin nəticəsində hər halda şəhərin tikililərinə və əhalisinə böyük ziyan dəymişdi. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini uşaqdan böyüyə kimi hamısını qırırdılar. 1918-ci ilin martında yalnız Bakıda erməni daşnaqları 15 mindən çox günahsız müsəlmanı qətlə yetirmişdilər. Ermənilərin dinc müsəlmanları qətlə yetirmələri yalnız 36-cı Türkistan polkunun tələbindən və dənizçilərin hədələrindən sonra dayandırılmışdı. Dənizçilər tələb etmişdilər ki, əgər ermənilər müsəlmanları öldürməkdən əl çəkməsələr, onda ermənilərin yaşadığı hissələrə toplardan atəş açacaqlar. Ərdəhan və Krasnovodsk hərbi gəmiləri şəhərin şərq hissələrində yerləşən limanına yaxınlaşdı. Yalnız bundan sonra ermənilər məcbur olub atəşi və qırğınları dayandırmışdılar. Bakı bir müddət Bakı Soveti, 1918-ci ilin avqustun 1-dən sonra isə Sentrokaspi diktaturasının hakimiyyəti altında idi. 1918-ci ilin iyun ayının 4-də Azərbaycan Demokratik Respublikası ilə Osmanlı İmperiyası arasında siyasi və hərbi əməkdaşlıq haqqında Batumi şəhərində müqavilə imzalanmışdı. Bu müqaviləyə əsasən Osmanlı İmperiyası Azərbaycan Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürdü. Bu məqsəd üçün Qafqaz İslam ordusu yaradıldı və Nuru Paşa bu orduya rəhbər təyin edildi. Tezliklə bu ordu Bakı və digər rayonları işğalçılardan azad etmək üçün fəaliyyətə başladı. Nəhayət, 1918-ci ilin sentyabrın 15-də Türk qoşunları və onları birləşmiş Azərbaycan Silahlı Birləşmələri tərəfindən uzun sürən qanlı döyüşlərdən sonra Bakı şəhəri işğalçılardan azad edilmişdir. Türk qoşunları Bakıda olan zaman xaos içində olan şəhərdə ciddi qayda qanun yaratmışdılar. Quba meydanında, Qurubağda, Parapetdə, Vağzal qarşısındakı meydanda, bulvarda, Qara şəhər körpüsü qabağında dar ağacları qurulmuşdu. Hərəsindən bir cənazə sallanırdı. Cənazənin təqsiri iri hərflərlə taxtada yazıb dar ağacına söykəmişdilər. Bir cənazənin boynuna qarət etdiyi şalı sarımışdılar. Başqa birisinin zorla aldığı şeyləri dar ağacının yanında yerə qoymuşdular. Hər kəsin cəzasını sübut edən əşya-i dəlil göz qabağında idi. Xəzri əsdikcə cənazələr yellənirdi. Dar ağacından asılanların arasında qanunu pozmuş türk əskəri də var idi. Heç kəsə mərhəmət, aman yox idi. Qoçular və digər kriminal elementlər yoxa çıxmışdılar. Məhərrəm ayı düşür. Müsəlmanlar küçələrdə dəstə ilə gəzir, sinələrini döyə-döyə zəncir vura-vura, baş yara-yara, Şah Hüseyin, Ya Hüseyin çığıra-çığıra başlayırlar əzadarlığa. Şəhərin polis rəisi bu əcaib qeyri-adi səhnəni gördükcə məəttər qalıb yanındakı adamdan xəbər alır. Yahu, şu nə vəhşət! Şu zavallılar neçin ulaşıyorlar? Kim onlara işgəncə yapmış? Neçin kendilərinə şöylə işgəncə veriyorlar? Ona başa salırlar ki, İmam Hüseynin qətli ilə əlaqədar matəm tuturlar. Polis rəisi için çəkib heyfslənir. O zamandan 1300 il keçmiş. Şu haber şu zavallılara nə gec gəlib çatmış. Polis rəisi əzadar dəstələrin başçılarını polis müfəttişliyinə gətstirir. Sadə bir dillə onları başa salır ki, müharibə vəziyyətində olan şəhərdə
Yığıncaq və nümayiş qadağan edilib. Gedin məscidə toplaşın. Ədəb dairəsində Həzrəti Hüseynə matəm saxlayın. Zaman keçib, əsr dəyişib. Əzadarlar rəisin sözlərini qulaq ardına vurub, sabaha gün yenə düşürlər küçələrə. Polis rəisi bir dəstə əsgər göndərib, dəstəni birbaşa apartdırır vağzala. Ağsaqqallar polis rəisin yanına xahişə gəlirlər. Polis rəisi cavab verir ki, gavur ingilislər Kərbəlanı istila edib, Həzrəti İmam Hüseynin müqəddəs türbəsini murdarlayırlar. Şu azadarları göndərəcəyəm Batuma. Orada gəmilərə doldurub, birbaşa aparacaqlar Ərəbistana. Qoy gedib Həzrət Hüseynin türbəsini kafir ingilislərdən azad etsinlər. Şəhid olanlar behişdə gedər. Şurada boş-boşuna bağırmaqdan, qadın təki göz yaşı axıdıb ağlamaqdan fayda yox. Nə tühaf hərflərsiz yahu, erkək də ağlarmı, göz yaşı axıdarmı? Çox yalvarışdan sonra dəstə gəzdirənləri azad edirlər. O adamlar nəinki küçə bazarda, türklər Bakıdan gedənə qədər heç məscidlərə də qədəm basmayıb, bir daha heç yerdə görünmədilər. 1918-1920-ci illərdə mövcud olduğu cəmi 23 ay ərzində Azərbaycan Demokratik Respublikasının paytaxtı olmuş Bakı şəhərində bir sıra əlamətdar hadisələr baş vermişdi. 1918-ci dekabrın 7-sində ilk parlamentin açılışı olmuşdur. Parlamentin binası indiki İstiqlaliyyət küçəsinə yerləşən Əlyazmalar İnstitutunun binasında yerləşirdi. Parlamentin 120 üzvü var idi. Bunlardan 108 nəfəri müsəlman partiyalarından, 7 nəfər erməni cəmiyyətindən, 4 nəfər Slavyan Rus cəmiyyətindən, 1 nəfər isə Alman cəmiyyətindən idi. İlk Azərbaycan Universiteti Bakıda 1919-cu ilin sentyabrında açılmışdı. Universitet indiki Azərbaycan Pedaqoji Universitetinin binasına yerləşirdi və onun ilk rektoru Kazan Universitetinin professoru Vasiliy İvanoviç Razumovski olmuşdu. Bu universitetdə ilk olaraq 4 fakültə açılmışdı. Tibb, hüquq, fizika, riyaziyyat və tarix ədəbiyyat. Azərbaycan Demokratik Respublikası 1920-ci ilin aprelin 28-də beynəlxalq hüquq normalarına kobudcasına pozan Sovet Rusiyasının hərbi müdaxiləsi və o cümlədən yerli kommunistlərin xəyanəti nəticəsində süqut etdi. Beləliklə, Bakı haqqında verilişimiz başa çatdı. Əslində bu mövzu üzrə daha geniş məlumat vermək olardı. Sadəcə olaraq verilişin çox uzun və yorucu olmaması üçün bir çox yerlərdə ixtisarlar edilmişdi. Lakin növbəti verilişlərimizdə Qoçular, milyonçular, tarixi binalar, xüsusən də 1918-ci ildə Bakının işğalçılarından azad edilməsi haqqında ətraflı olaraq ayrıca silsilə verilişlərin hazırlanması planlaşdırılır. Ümid edirəm bu verilişdə verilən məlumatlar sizin üçün faydalı oldu. Əgər belədirsə, like qoymağı və gələcək verilişləri qaçırmamaq üçün abunə olmağı unutmayın. Hələlik, gələn görüşlərədək.